Deyir Həzrət Əbəlfəz döyüş meydanına gedəndə döyüş məqsədi ilə getməmişdi. Su üçün getmişdi. O imamın körpə balalarına, qardaşının körpə balalarına, xeymətdəki körpə uşaqlara su gətirməyə getmişdi. Ağa körpə uşaqlara görə məcburiyyət qarşısında qaldı, girdi döyüşə. Bilirsən harda yandı ürəyim Ağam Əbəlfəzə? O ki Ağam Əbəlfəzin qollarını kəstilər ha. Gözünə şöbəlox vurdular. Başını əmudla vurdular. Ağam atdan qolsuz düşdü yerə. Olmadı qolları verə qabağa. Qolsuz üzü üstə düşdü yerə. Onda qışqırdı, ay qardaş çatdır özü öldüm. İmam Hüseyin Həzrət Əbəlfəzin bu sözünü eşitdi. Mindi yatına. İmam Hüseyin gəldi Əbəlfəzin başı üstünə. Gördü qardaşının qolları kəsilib, gözünə ox dəyib. Yana-yana baxdı Əbəlfəzə. Əbəlfəz bilirsən nə dedi Hüseynə? Dedi Hüseyn gözümü fikir edib pozma belə öz-özünü. Heyf ola yoxdur əlim, yoxsa silərdim gözünü. Hüseyn mən razı olmaram, mənim imamım ağlıya, ağlama qardaş.